Həzrət Əli əleyhissalamın şəhadət günüdür. İlk məzlum, aləmin ilk məzlumu deyirlər. Cümə namazlarının qunutunda Əli əleyhissalama lənət oxumaq vacib idi. Elə bilirdilər ki, bunu eləməsən namazın batildir. Nə qədər Həzrət Əli məzlumdur ki, Peyğəmbərin qardaşı ola, əzizi ola, xətib minbərə çıxırdı cümə günü. Çıxışına başlayıb qutaranda Həzrət Əliyə lənət deməyi yadından çıxartsaydı yerdən qışqırırdılar ki, lənəti demədin. Camiül əzdad deyirlər Həzrət Əliyə. Yəni ziddiyyətlərin cəmi. Əli əleyhissalamda zidd xüsusiyyətlər var. Əli əleyhissalam döyüşdə aslan kimi, şir kimi meydana girir. Yetim uşaq qabağında ən təvazökar insan kimi dayanır. Hələ heç deyir, qılıncının qanı qurumamış bir yetimin yanından biganə ötə bilmir. Baxırsan bu eyni adamdır, döyüşdə gülə-gülə döyüşür. İbadət mehrabında elə titrir ki, elə bilsən ən qorxaq adamdır. Halbuki şüzayətlilərin ən şüzayətlisidir.